Yeni yasamalda 12-nin 8-i 135 kvadrat metr ölçüyə malik 3 otaqlı mənzil. Geniş hol hissəsi, giriş qapı, mənzilə daxil olarkən sol tərəfdə belə bir güzgü və üzbəyüzdə 4 qapılı vitrinli qardırob hissə. Membrandan istifadə olunaraq yığılıb və çıxıntılı membrandır. Qardırobun yanında qonaq otağı, qonaq otağından eyvana çıxış vardır. Və qonaq otağının həmən yanında isə mətbəx hissəsi yerləşir. Bu mənzildə ən xoşum gələn yer bir hol və mətbəx hissəsidir. Çox qəşəng zövqlə yığılıb. Sağ tərəfdə bütün divar boydan boya mətbəx mebelindəndir. Deməli, paltar yuyan, qab yuyan, mikrovolnovka, qaz peçi və soyuducunun yer nəzərdə tutulub. Mebel isə 2 mərtəbə yığılıb, funksionallığı artırılıb. Mərmərin rezapalı, mebelin rezapalı mərmərdən istifadə olunaraq yığılıb. Gizli aspirator və mətbəxin sol tərəfində isə lepqa işləmə, bura güzgü və 3D aboydan istifadə olunaraq təmir olunub. Qonaq otağından və mətbəxdən eyvana çıxış mövcuddur. Qabaq açıqdır, gün düşən tərəfdə yerləşir. Mətbəxin yanında isə uşaq otağı yerləşir. Yəni, uşaq otağı deməyimə baxmayın, normal qədər böyük ölçüyə malikdir. Yerləşmə yerini təqdim edeyim sizə. Deməli, burada taxt hissə nəzərdə tutulub. Sağ, sol, tumba, üstündə bura və bu hissədə isə geniş qardırob yığmaq üçün yer mövcuddur. Və valideyn yataq otağı. Valideyn yataq otağı da normal ölçüyə malikdir və eyvana çıxışı var. Mənzilin bütün pəncərələri birbaşa çölə baxır və qabağı açıqdır. Yəni, qabağında bina tikilmə ehtimalı yoxdur. Valideyn yataq otağının daxilində isə sanitar qovşaq mövcuddur. Birin birə duş kabin, mərmərdən yığılmış moydadır və unitaz. Mənzilin hol, mətbəx və sanitar qovşaqların döşəməsi qranit mərmər istifoldan ibarətdir. Burada bir sanitar qovşaq və sonuncu ümumi sanitar qovşaq. Ümumilikdə 3 ədəd sanitar qovşaq mövcuddur. Burada da birin birə duş kabin, moydadır, mərmərdən yığılmış moydadır və döşəmə istifoldur. Dəyərli izləyicilər, bu mənzil sizə maraqlıdırsa, bizə müraciət edə bilərsiniz. Mənzilin açarı bizdədir. Bizim səhifədən gələn müştərilərə xüsusi endirimlər olunacaqdır. Növbəti mənzillərdə görüşənədək.